Birinci sizə göstərirəm Sveçanın ağzının formasını. Qırılıb düşüb qalovkaya. Bunu qoyaq qırağa. Motorun içinə bir dənə baxın. Bu göstərilən klapanlardır. Yağı görürsünüz. Bu mühərrikdə yağ yemə var. Klapan sanikləri çox güman ki sıradan çıxıb. Klapanların nəm olmasının səbəbi də bu göstərdiyim Sveçanın problemidir. Püskürlən bezini Sveça alışdırmalıdır ki, orada həmin yanacaq qalmasın. Bunun da alışdırma qabiliyyəti olmadığına görə həmin orada klapanlar nəm vəziyyətindədir. Sadəcə sürücünün bəxti gətirib ki, birinci, bu qırıq klapanı düşüb əyməyib. İkinci də ki, motorda gidroudar olmayıb. Həmin vəziyyətdə porşen partlayır və motorun vurmasını gətirib çıxardır. Vaxtında qulluqları elətdirin. Sveçalarınızı nəzarətdə saxlayın, farsunkalarınızı nəzarətdə saxlayın ki, bu kimi hallar baş verməsin.